Hamınıza salam dostlar, mən Fatiməm. Bugün sizlə bərabər başlıqdan da gördüyünüz kimi 8 Mart gününü sizlə bərabər vloglamaq istəyirəm. Çünki bugün mənim üçün həqiqətən çox önəmli bir gündür və bilirəm ki, sizin üçün də önəmlidir. Deməli, yəqin ki, mən bir topluluq paylaşıb sizi təbrik eləmiş olacağam, amma yenə də demək istəyirəm. Mənə baxan gözəl qızlar və gözəl xanımlar, buradan sizin 8 Martınızı təbrik edirəm. Necə belə gözəl illərə çıxaq. Deməli, bugün anam gil falan bizə hədiyyə alacağı üçün çölə falan çıxardıq. Həm də ki, bugün oruçluyam və iftara qədər belə oruçluqlardan çıxardarıq deyə düşündüm. Və bir şey də deyim ki, mən bugün videonu çəkib, axşamında editləyib direkt sizə atmalıyam. Çünki bugün həm də video atmalı olduğum gündür. Əslində, qaleriyamda artıq bir video olsaydı onu atacaqdım. Amma mən çox sağ olum ki, yenə də başqa bir video çəkməmişəm. Və buna görə də bugün elə bu videonu çəkib sizə də göndərəcəm. Yəni, bugünü elə məndən yaşamış olacaqsınız. Deməli, üstümü geyinim, nə geyinəcəyimi də sizə göstərəcəm. Altına begimi, üstümə də bu koftamı giymək istəyirəm. Belə. İndi gördüyünüz kimi pijama ilə. Bu arada niyə üstümü geyinirəm? Çünki anam bizə hədiyyə söz verib və gedəcək onu almağa. Deməli, 1, 2, 3 eləyim, belə eləyim, əynimi dəyişək. 1, 2, 3. Deməli, əynimi giyinib necə göstərim? Neysə, yəni kombinimi göstərərəm. Kombinin tamamlayıcı parçası əlbəttə ki, ətir, parfüm. Mən bunu istədirəm. Burada çox qəşəng isi var. 8 Mart hədiyyəm idi. Bir dənə də saçımı bəlkə yığaram, bilmirəm. Yenə də görəcəksiniz. Amma muhtemelen belə açıq qoyacağım. Kombinimi də göstərməmiş olmazdı. Belə. Bu cür. Üstündən gödəkcəmi də giyinəcəm. Yəni tutqanı da giyinəcəm. Amma belə. Deməli, saçımı yığdım, amma nə qədər qəşəng oldu bilmirəm. Amma məncə qəşəng oldu. Belə lotusla da yığdım. Yəni belə qalaram muhtemelen, çünki xoşuma da gəldi. Mən bu qədər. Çıxanda yenə çəkərəm. Amma nə alacağımı deməyəcəm. Nə alacağımı özüm bilirəm. Belə oldum. Anama söz vermişdim ki, mənə 8 Mart'ta gül alsın. Tülpanım. Eve gidəndə də çəkərəm sizi. Buradan da eve gidəndə sizə nə almışam, narahat olun. İndi başqa bir mağazaya da girmişdik, oradan da çıxdıq. Bacımın hədiyyəsini aldıq oradan. İndi də evə tərəf gedirik. Deyəsən, yol marketə girəcəyik. Amma yəni evdə hamısını nə almışam, nə eləməmişəm, hamısını göstərəcəm. Deməli, evə gəlmişəm və indi sizə nə almışam, nə eləmişəm, onu göstərəcəm. Bu arada saçımı açdım, çünki o model çox xoşuma gəlmədi. Saçımı tez uyumuşam deyə istədiyim vibe ondan ala bilmədim. Bir də ki, sep taxdım belə. İlk olaraq sizə istəyirəm, gülümü göstərim. Özüm də bir kiçiyim, amma heç nə olmaz. Mən burada ən sevdiyim gül tülpan olduğu üçün tülpan tərcihim oldu. Çox qəşəng. Düzdür, tülpanın isə o qədər qəşəng olmasa da, amma çox qəşəngdir. Mən bayıldım. Deməli, indi buna keçək. Belə bir ev şəpiyi. Bunu giyinib də göstərərəm. Belə çox şirindilər. Giyinib göstərərəm bu arada bunu. Belə bir rezin toplusu. Çünki bizim evdə rezin çox itən şeydir və rezin toplusu. Bir də ki, belə bir lip gloss və belə bir şey. Bu lip glossun renk verib vermədiyi mənə çox qaranlıq qaldı. Yehu, rəhmim. Çox qəşəng. Belə də çox qəşəng bir görünüşü var. Bunun da iyisinə baxın. Çox qəşəngdir. Bacım bu arada deyəsən öz hədiyyələrini göstərmək istəmir. Çünki gəlmədi heç yanıma. Neysə. Bir də belə bir paketimiz var. Problem yoxdur. Belə bir kofta. Bu arada mən oruçluyam və hava o qədər istidir ki, suman yanıram. Bunu indi geyinib sizə göstərirəm.
Gin. 1, 2, 3. Yine böyle artistik hərəkətlərlə 1, 2. Belə qəşəng oldu bu arada. Bəlkə mən içinə də sala bilərəm. Amma mən qəlb sevdim. Birazcık daha dar olsaydı bence daha qəşəng olardı amma yenə də yoxdur. Artıqlarım bu qədər idi. Daha günümü əlbəttə ki davam elətdirəcəm. Amma ki mən artıqlara bayıldım. İndi gedim birazcık gülümdən estetik. Neyse çok estetik yok ama gülümdən birazcık şəkil falan çəkdirmək istəyirəm. Deməli burada atam bizim üçün kebab pişirmişdi 8 Martımıza görə çox dadlıydı. Əllərinə sağlıq. Böyle yeyirəm, bəhbəhlə də yeyirəm. Həqiqətən çox acmışdım bu arada. İftarı gözləyənə qədər, yəni belə ki acından ölürdüm. Ama çok şükür iftarımı da açandan sonra yeməyimi yedim və çox mutluyam gördür. Düzdür, çox görmürəm amma həqiqətən yeməyimi yeyəndə çox mutlu oldum. Mutlu oldum. Yəni baya sevindim belə deyim. Bu arada mənə sevərək baxırsınızsa, yəni mənim üçün bir dənə 8 Mart hədiyyəsi verə bilərsiniz. O da ki kanalıma abunə olub, videoya like atıb, bildirişləri açıb, yorum yazıb. Bildirişləri açmaq da yəni zing-zong, bunu bu arada hər videomda deyirəm. Yəni bu mənim üçün böyük bir 8 Mart hədiyyəsi olur. Bu da sizin mənə 8 Mart hədiyyəniz olar. Deməli bu günümüz də artıq burada bitir. Məni izlədiyiniz üçün sizə çox təşəkkür ederim bu videomu axıra qədər izlədiyiniz üçün. Gələn videolarda görüşmək üzrə. Bye. Amma ki, bayaq da dedim, indi də deyirəm. Kanala abunə olub, videoya like atıb, yorum yazıb, bildirişləri açmağı, yəni zing-zong unutmayın. Bu sizin mənə 8 Mart hədiyyəniz olsun. Sağ olun.